Tbilisin ilk günündən və ilk vlogundan sizləri salamlayıram. Çalışacağım bu videonu lap çox uzun eləməyim. Bundan uzun versiyanı çox güman ki YouTube'da paylaşacağım. Öncə qeyd edim ki, mən bileti Azaldan aldım. Azal ilə uçdum. Gediş-dönüş bileti 10 kiloqramlıq 50 yükü də daxil 332 manat ödəniş elədim. Uçuş təxmini 50 dəqiqə çəkir. Hava limanına, mərkəzə isə avtobusla gəldim. Bizim pul ilə hardasa 1 manat ödəniş elədim. Mərkəzdən ilk gəldim səhər yeməyinə, çünki dəhşət acımışdım, çox ac idim. Buranın adı Breakfast izdir. Balaca bir kafedir. Hardasa 7-8 masalıq bir yeri var. Saat 5-ə 6-ya qədər fəaliyyət göstərirlər və ancaq səhər yeməyi təqdim edirlər. Mən şakşuka, qara çay və təbii portağal şirəsi sifariş elədim və bunların hamısına o skiləri ödəniş elədim. Bizim pul ilə hardasa 21 manata yaxın edir. Yeməklər dadlıydı, xoşuma gəldi, amma sanki bunlarda duz anlayışı yoxdur. Bütün yeməkləri duzsuzdur. Sonra oradan çıxıb otelə gəldim. Oradan otelə hardasa 6-7 dəqiqəlik məsafədir. Otelin mərkəzə yaxındır. 3 gecə 4 gün üçün 134 manat ödəniş elədim. Bu arada mən tək səyahət eləyirəm. Yəni bu bir nəfər üçün olan qiymətdir. Otel pis deyil, gecələmək üçün çox yaxşıdır. Ümumiyyətlə mən harasa gedirəmsə, oteldə çox az vaxt keçirirəm. Oteldə yerləşəndən sonra çıxdım şəhərə. Açılış şəhər çox gözəldir. Əsasən də memarlıq cəhətdən göz oxşayır. Yəni çox bəyəndim. Sadəcə yolları çox enişli, yoxuşludur və günün sonunda ayaqlarım qırılırdı demək olar ki, az qala gəzməkdən. 30 minə yaxın addım atmışdım. Şəhər balaca olduğu üçün hər yerə gəzərək gedirdim. Google Map'dən çox rahatlıqla istifadə edib hər yerə gedə bilərsiniz. Yəni taksidən, avtobusdan istifadə etməyə ehtiyac yoxdur. Tbilisiyə gəlsəz, demək olar ki, bütün küçələrdə belə qrafitilər görəcəksiniz. Ümumiyyətlə bu şəhər mənə çox estetik gəlir. Çox vintage belə ab-havası var və özünə xas bir qoxusu var. O məşhur Lumière Tredenlik hər yerdə var idi demək olar ki. Qoxusu da çox qəşəng də qoxu gəlirdi, amma qabağında həddindən artıq çox növbə var idi. Yəni mən bu qədər növbə gözləyə bilməzdim deyə düşündüm. Ona görə oradan almadım. Çünki həddindən çox növbə vardı. Hardan aldım? Ora Lumière idi, amma orada da Tredenik satırdılar. Azərbaycanlılar da aldım onlardan. İçili marojnasını yedim, amma sonra gördüm ki, dişləyəndə gördüm ki, bu bayaqdır da. Mənə köhnəsini veriblər. Bu da bizim Azərbaycanlılar, sağ olsunlar. Oradan da getdim sonra Gürcü ana heykəlinə. Buradan da Mother of Georgia, yəni Gürcü ana heykəlinə getmək olur. Oradan funikulyarla çıxırsınız Gürcü ana heykəlinə. Funikulyarda dəhşət çox növbə var idi. Növbə gözləyəndən sonra mindim funikulyara. Funikulyarın qiyməti bir tərəfli gediş üçün 3 lar idi. Bizim puldan hardasa 1 manat 93 qəpik 2 manata yaxın pul eləyir. Bu isə Gürcü ana heykəli, yəni Kakli istedadı. Gürcü ana heykəli 1958-ci ildə səhv eləmirəmsə, doğru yadımda qalıbsa, Gürcü heykəltaraş Elguc Amaşkuli tərəfindən Sollaki təpəsinə tikilib. Bir əlində şərab, bir əlində isə qılınc var. Şəhərə dostca gələnləri şərab ilə, amma düşmən kimi gələnləri isə qılınc ilə qarşılamaq üçündür. Çox maraqlıdır əslində. Parası radiyacı düşür. Gürcü ana heykəlindən də qaydandan sonra o qədər acımışdım ki, endim mərkəzə. Orada radio kafe var idi. Radio kafeni mən əslində TikTokdakı videolarda görmüşdüm, çox tərifləyirdilər. Ona görə düşündüm ki, onların xaçapurisinin dadına baxım. Deməli, acar xaçapurisi, belə mövsüm salatı, çiyələkli, pekan qozlu və limonad sifariş elədim. Açığı desəm, bu qədər dadlı olacaqlarını gözləməzdim. Əsasən də acar xaçapurisinin dadı çox əla idi. Sadəcə yenə də dediyim kimi bu insanlar duzdan istifadə eləmirlər. Duzu az idi, amma dadı həddindən artıq çox dadlı idi, çox bəyəndim. Qiymətləri də səhv etmirəmsə, doğru yadımda qalıbsa 50 larya yaxın bir pul ödəmişdim. Açığı bu videonu bu qədər uzun etmək istəmirdim. Daha da uzun olmaması üçün burada kəsmək məcburiyyətindəyəm. İkinci və üçüncü hissələrini də sevə-sevə paylaşacağım. Ona görə istəyirəm ki, siz də sevə-sevə izləyəsiniz və fikirlərinizi qeyd eləyəsiniz.